olsun Azərbaycan xalqına, Qarabağ, Azərbaycan. Həftənin əsas hadisələrinə xəbərin statusunda işıq tutmağa çalışacağıq. Hər vaxtınız xeyir. Daha bir qonaq qaralı həftəni geridə qoyuruq. Bu həftəki qonağımız çox uzaqdan yox, düz cənubumuzdan idi. İran prezidenti Məsud Pezeşkiyan prezident olaraq ilk dəfə Azərbaycana səfər etdi. Səfər qarışıq duyğularla dolu idi. Çünki İran-Azərbaycan münasibətləri xüsusən də 44 günlük vətən müharibəsindən sonra İranın öncəki hakimiyyəti dövründə o qədər də isti deyildi. Səbəb elə cənubdan qaynaqlanırdı. Buna görə də Məsud Pezeşkiyanın səfərini tarixi səfər adlandıra bilərik. Ona görə tarixi ki, səfər çərçivəsində səsləndirilən fikirlər, ortaya qoyulan üslub iki qonşu ölkənin bədii ifadəsini göstərirdi. Biz bütün məsələlərdə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik və əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf İran-Azərbaycan əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Və hörmətli prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bugün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir. Onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq. Bizim münasibətlərimiz yeni başlamış münasibətlər deyil. Biz qədim dövrlərdən üzü bəri həmişə bir yerdə olmuşuq. Tarixin lap qədim dövrlərindən birlikdə yan-yana olmuşuq. Sərhəd qonşuluq deməkdir. Evlərin qonşuluğu kimi. Qonşuların həyəti var, evi var. Lakin onların bir-birinin arasında gediş-gəlişi olur. Bir-birinə dayaq dururlar, kömək edirlər, səsinə səs verirlər. Üslub deyəndə səsləndirilən bu fikirləri nəzərdə tuturdum. Üslub deyəndə İran prezidentinin Azərbaycan-İran biznes forumunda səsləndirdiyi şeiri nəzərdə tuturdum. Bir uçaydım bu çırpından yelinə, bağlaşaydım dağdan aşan selinə, ağlaşaydım uzaq düşən elinə, bir görəydim ayrılığı kimsaldı. Ölkəmizdən kim qırıldı, kim qaldı? Mən sənin tək dağa saldım nəfəsi. Sən də qaytar göylərə sal bu səsi. Bayquşun da dar olmasın qəfəsi. Burada bir şer darda qalıb bağırır, mürvətsiz insanları çağırır. Sağ olun. Bu səfər düşünürəm ki, vacib idi. Həm İran üçün dövlət kimi, həm də Azərbaycan üçün. Düşünürəm ki, səmimi keçdi. İndi xeyli sənədlər də imzalandı. Əsas düşünürəm ki, odur ki, ən yüksək səviyyədə birinci rəhbərlər səviyyəsində siyasi dialoq qurulub. Ona görə ki, indi baxmayın, indi hansı bir nazir, hansı bir məsələni demək olar ki, gecikdirə bilər, düzgün yanaşmaya bilər. Yəni, birinci şəxslər arasında rabitə olduğu halda bütün bu məsələləri, düğünləri açmaq və etimad yaradaraq münasibətləri irəli aparmaq mümkün olur. Ona görə mən əsas siyasi dialoqu vurğulayardım. Əlbəttə, burada bir sıra emosional və eyni zamanda İran prezidentinin Azərbaycanlı olmasından qaynaqlanan fikirlər, görüşlər, münasibətlər, təmaslar var idi.
Və hesab edirəm ki, biz bu coğrafiyada mehriban qonşuluq siyasəti çərçivəsində öz əlaqələrimizi formalaşdırmalıyıq. İmkan verməməliyik ki, nə ayrı-ayrı güc mərkəzləri iki dövlət arasında münasibətlərdə ziddiyyətlər axtarışında olsunlar, eyni zamanda da regionumuza müdaxilə etməsinlər. Və bu xüsusda 3+3 platformasının mühüm dəyəri, mühüm əhəmiyyəti vardır. Və bu fikirlər də məsələ dövlət başçılarının mətbuat üçün brifinqində də səsləndirildi. Əsas məsələ hazırda qarşıdakı dövrdə bu səfər əsnasında verilən vədlər, razılıqlar, əldə olunan mühüm irəliləyişlərin inkişafıdır. Və bu əldə olunan nəticənin, bu səfərin həm də davamı, dayanıqlı olması önəmlidir və ümid eləyək ki, belə də olacaqdır. İran prezidentinin Azərbaycana səfərində ən yadda qalan məqamlardan biri İran prezidentinin Azərbaycanla xüsusi münasibətlərə üstünlük verməsi, onun həm də etnik Azərbaycanlı olduğunu nəzərə alaraq Azərbaycanla dost münasibətlərinin olmasını istəməsi həqiqətən də təqdirə layiqdir. Ümumən hesab edirəm ki, İran Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı yeni reallığı qəbul edir. Azərbaycanın ərazi bütövlüyünü tanıyır, suverenliyini tanıyır və Azərbaycana qarşı İranın hazırki münasibəti hesab edirəm ki, məhz Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq kontekstində daha müəyyəndir. Təbii ki, bu fikirlər iki ölkə arasında hazırda olan münasibətlərin əyani sübutudur. Bütün bunların fonunda bağlanan müqavilələr, güclənməkdə olan iqtisadi və siyasi münasibətlər də ön plandaydı. Azərbaycan-İran münasibətləri bundan sonra necə inkişaf yolunu tutacaq? Aradakı anlaşılmazlıqları aşmaq mümkün olacaqmı? Hələlik İran daha çox təklif eləyir ki, onun ərazisindən sərbəst Azərbaycanın istifadə olunması. İndi Azərbaycan demək olar ki, Ağbənddən İran sahilinə, Arazın İran sahilinə keçən körpünü demək olar ki, tamamlayıb. İndi vacibdir ki, o Araz boyu yol yaxşı təmir olunsun, istifadə üçün maneələri yaratmasın. Belə olan halda indi olsun İranın sahili ilə geçsin bizim avtomobillər. Ancaq bu o cümlədən Ermənistanın o dəhlizi açılması ilə bağlı Azərbaycanın tələblərini gündəlikdən çıxartmır. Çünki hələlik hər halda daha çox bu Araz koridoru inkişafı ilə bağlı düşünürəm İranla razılaşma möhkəmlənib. İran tərəfinin öz baxışı vardır kommunikasiya və infrastrukturun qurulmasında və İran tərəfi üçün önəmli olan məsələ Araz çayı üzərində tikilən körpülər vasitəsilə avtomobil və dəmir yolu əlaqəsinin, bağlantıların formalaşmasıdır. Əvvəlki dövrdə də bəyan edildiyi kimi Ermənistan üzərindən bağlantının qurulmasına İran tərəfi qarşı çıxır və Pezeşkiyanın Bakıya səfərində də biz qeyri-adi bir şey eşitmədik və bu əlbəttə ki, münasibətlərdə ziddiyyətli məqamların davam etməsinin göstəricisidir. Lakin burada Azərbaycanın xüsusi iradəsi vardır, prinsipial mövqeyi vardır. Həm də xüsusilə vurğulamaq istəyirəm ki, Ermənistan tərəfində üzərinə götürdüyü öhdəliklər vardır. Üçtərəfli bəyanatın 9-cu maddəsində aydın şəkildə göstərilir ki, avtomobil, sərnişin və yüklərin daşınmasına Ermənistan zəmanət verməlidir və yüklər maneəsiz burada keçməlidir və buna qarşı Ermənistan və eləcə də digər dövlətlər çıxa bilməzlər. Azərbaycanın Naxçıvan bölgəsi ilə İran üzərindən marşrut üzrə razılıq əldə eləmişik. Ancaq sırf Ermənistan üzərindən, Zəngəzur dəhlizi üzərindən Azərbaycanın Naxçıvan bölgəsi ilə birləşməsinin hesab edirəm heç bir ölkəyə, heç bir şərtlərə asılı etmək olmaz. Yəni bu sırf Azərbaycan və Ermənistan arasında razılığa bağlı bir məsələdir. Bu həm də beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur. Çünki Azərbaycan Naxçıvan bölgəsi ilə təbii olaraq birləşməlidir. Olsun İran üzərindən də mümkündür, ancaq bunu şaxələndirmək baxımından hesab edirəm Zəngəzur dəhlizi fəaliyyət göstərməlidir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluğu maliyyələşdirməyə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi bu həftədə davam etdi.
Video sübutlar, zərər çəkənlərin ifadəsi, edilən şəxslərin etirafları gün keçdikcə həqiqətlər də üzə çıxır. O həqiqətlər ki, gün işığı kimi aydın idi. Fərqli tərəfi isə təqsirləndirilən şəxslərin dilindən eşidilməsi oldu. Məsələn, təqsirləndirilən şəxs Bako Saakyan Ermənistan Silahlı Qüvvələrinin Şuşa rayonunu işğal etməsi zamanı əməliyyatda iştirak etdiyini təsdiqləyib. Digər təqsirləndirilən şəxs Arkadi Quqasyanın isə Şuşa işğal ediləndən dərhal sonra orada olmasını əks etdirən video materiallar göstərilib. Bir də özünü yalançı dırnaqarası qəhrəman elan edənlər də ifşa olunub. David İşxanyanın Şuşanın işğalının qarşısına almaq istəyən Azərbaycan hərbiçilərinin yolunu bağlaması barədə video material nümayiş olunub. David İşxanyan video materialda yer alan faktların düzgün olmadığını, bu video materialların təbliğat məqsədi ilə çəkildiyini iddia edib. Sonra bu əməliyyata Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın rəhbərlik etdiyi video faktlarla və ifadələrlə bir daha sübuta yetirilib. Görünən odur ki, məhkəmə prosesi davam etdikcə etiraflar və ifşalar da artmağa davam edəcək. Bu cinayətlərin yəni başında duran insanların heç etirafı olmadığı halda faktlarla onsuz da sübut olunur. Sadəcə olaraq bunu boyunlarına alaraq öz günahların yəni qəbul edərək ağılları çatsa bununla bağlı sonra müraciət etmək, yəni bağışlamaq üçün bu bəlkə də onların özlərinin bir demək olar ki yüngülləşdirə bilər onların cəzalarını. Bundan artıq heç nə demək mümkün deyil. Hər bir halda bu cinayətdir və dünyanın gözünün qarşısında həyata keçirilən cinayətdir. Qələbə dalğasında siyasi olimpiya hakimiyyətə yiyələniblər və uzun müddət hakimiyyəti uzurpasiya ediblər 20 il ərzində və beynəlxalq toxunulmazlıq qazanıblar. Bugün isə söylənilən faktlar Azərbaycan tərəfinə kifayət qədər əsaslar yaradır ki, onlar beynəlxalq cinayət təqibinə məruz qalsın, axtarışa verilsin və məsuliyyətə cəlb olunsun. Əvvəlki dövrlərdə də çoxları belə zənn edirdi ki, separatçılar burada cəza almayacaqlar, saxlanılmayacaqlar. Bizim üçün və digər müxtəlif şəxslər üçün bu bir qədər xəyal kimi görünürdü. Lakin bugün bütün separatçıların rəhbərləri və onlara sponsorluq edən, maliyyə dəstəyi göstərən şəxslər məhkəmə qarşısında ifadə verir. Və hesab edirəm ki, gün gələcək ki, məhz Ermənistan rəhbərləri, hansılar ki, Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlər törədiblər, onlar da məhz hazırki prosesin iştirakçıları kimi məsuliyyətə cəlb olunacaqlar. Azərbaycan tərəfi bütün lazımi siyasi və hüquqi tədbirləri bu xüsusda daha da genişləndirməlidir. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, beynəlxalq məhkəmə institutları Azərbaycana təşəkkür etməlidirlər ki, 30 il ərzində gizlədilən Azərbaycan xalqına qarşı, bütün sülh və bəşəriyyətə qarşı böyük cinayətlər törətmiş şəxslərin etirafları nəticəsində və məhz bu məhkəmə prosesi nəticəsində biz artıq çox faktları öyrənirik. Əks halda bu məhkəmə olmasaydı, minlərlə insanların qanı yerdə qalacaqdı. Biz heç vaxt bilməyəcəkdik ki, bu cinayəti törədənlər şəxslər bunu necə planlaşdırıb. Məhkəmə prosesinin getdiyi bir vaxtda ermənilərin törətdiyi faciələrin əyani qalıqları da günbəgün ortaya çıxır. Aprel ayında aparılan qazıntılar zamanı 2 kütləvi məzarlıq aşkarlanıb. Kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında Şuşa-Xankəndi yolu ilə Şuşa-Laçın yolunun birləşməsində aşkarlanıb. Həmin ərazidə ən azı 5 itkin şəxsə aid olan meyit qalıqları aşkarlanaraq götürülüb. Bəli, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dövlət Komissiyasında 3990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Yəni, görünən odur ki, bu tapılan sonuncu kütləvi məzarlıq olmayacaq. Həmin o işğalçı administrasiya 30 il nəzarət edib o ərazilərə və xəbərsiz olmazdı. Və indi onların demək olar ki, rəhbərləri ələ keçirilib və onlarla düzgün belə deyə istintaq aparıldığı halda xeyli o məzarlıqların aşkar olunması mümkün olacaq. Bu qəbristanlıqların yerlərinin
bildirilməsi cinayətlərin etirafı kimi də anlaşılır və burada da Ermənistanın hazırki siyasi rəhbərliyinin riyakarlığı üzə çıxır. Əgər müxalifdirlərsə, əgər real siyasi mübarizənin iştirakçılarıdırlarsa, özündən əvvəlki rəhbərliyi ifşa etmək üçün, onları daha rəzil durumda Ermənistanın daxili siyasi auditoriyası üçün, həm də beynəlxalq auditoriya üçün təqdim etmək niyyəti varsa, elə Ermənistan rəhbərliyi həmən kütləvi məzarlıqların yerini Azərbaycan tərəfinə bildirərək sülhə daha yaxın olduğunu ifadə edər. Sülh müqaviləsinin imzalanmasında daha maraqlı olduğunu və keçmişə aid olan bütün məsələlərin üzə çıxması və sabitlik üçün daha əlverişli bir inamın formalaşmasına vasitəçi ola bilər. Təəssüflər olsun ki, biz bu addımları da, bu rasional və pragmatik düşüncəni də hazırki rəhbərlikdən görmürük. Ermənistan tərəfi təəssüflər olsun ki, mina xəritələrində manipulyasiya etdiyi kimi 4000 Azərbaycanlı soydaşımızın da taleyi ilə bağlı məlumat üzərindən manipulyasiya edir. Bizə heç bir məlumat vermir və hətta onların bastırıldığı yeri biz bilmirik ki, harada onlar bastırılmışdır. Sadəcə olaraq Qarabağda, Şərqi Zəngəzur zonasında keçirilən bərpa və quruculuq tədbirləri nəticəsində təsadüfən bu məzarlıqlar, kütləvi insan məzarlıqları aşkarlanır və böyük bir enerji, resurs lazımdır ki, onların DNK müəyyənləşdirilməsi keçirilsin, kimliyi müəyyən edilsin və çox təəssüflər olsun ki, Ermənistan buna görə də məsuliyyətini hələ də etiraf etməmişdir. Birləşmiş Ştatlarla Ukrayna arasında bir neçə aydır müzakirəsi gedən minerallara dair saziş nəhayət ki bağlandı. Saziş Birləşmiş Ştatlara alüminium, qrafit, neft və təbii qaz da daxil olmaqla Ukraynanın təbii ehtiyatlarının inkişafı ilə bağlı yeni investisiya layihələrinə imtiyazlı giriş imkanı verəcək. Sənədə əsasən Ukrayna yeni icarə haqqı və yeni sahələrdə faydalı qazıntıların çıxarılması üçün yeni lisenziyalardan əldə olunan bütün gəlirin 50%-ını bu fonda verəcək. Birləşmiş Ştatlar və Ukrayna fondun idarə olunmasında bərabər səsə sahib olacaqlar. Təklif əslində o minerallarla bağlı Ukraynadan səslənmişdi. Onu əvvəl çox Ukraynanın demək olar ki, mənafeyinə zidd Trump administrasiyaya yükləmək istəyirdi. Yəni orada borcların tanınması, halbuki ortalıqda heç bir borc sənədi yoxdur. Sonra demək olar ki, o Ukrayna ərazisinə az qala neokolonial bir nəzarət həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bunlar hamısı rədd olundu və son sənəd düşünürəm ki, həm Ukraynanın, həm ABŞ-ın maraqlarına cavab verir. Ukrayna, Zelenski hakimiyyəti həm bu sənədi də imzaladı, həm də bəyan etdi ki, ABŞ-ın təklif elədiyi 22 bənddən olan sülh planını da qəbul edir. Demək olar ki, indi Moskvanın cavabı hamı gözləyir. Yəni, müsbət olsa, düşünürəm ki, hərbi əməliyyatları dayandırmaq mümkün olacaq. Əks halda hərbi əməliyyatlar davam olacaq, ancaq bunun təbii günahı Moskvanın boynunda qalacaq. Maraqlıdır ki, məhz mineral ehtiyatlarla bağlı razılaşma əldə olunduqdan sonra Amerika Birləşmiş Ştatlarının danışıqlarla bağlı mövqeyi kəskin sürətdə dəyişdi və bildirdi ki, artıq vasitəçi olmaq istəmir tərəflər arasında. Burada da iki senari üzə çıxmaqdadır. Ya əsas məqsəd ABŞ üçün mineral ehtiyatlarının işlənilməsi idi və yaxud da burada daha sona qədər vasitəçilik etmək niyyətləri yoxdur və yaxud bunun mümkünsüzlüyünü görərək Amerika Birləşmiş Ştatları öz beynəlxalq nüfuzunu, imicini, reytingini də bu danışıqlar vasitəsilə xərcləmək istəmirlər. Çünki görürlər ki, bu proses sonsuza qədər uzana bilər. Digər tərəfdən Rusiya tərəfi əlbəttə hazır ki, əldə etdiyi ərazilərlə razıdır və onları hüquqi cəhətdən birləşdirmək niyyətini güdür. Amma Ukrayna tərəfində torpaqların itkisi ilə heç kəs razılaşmır və ərazi itkiləri hesabına sülhü də qəbul etmir. Hindistan və Pakistan bir əsirlik düşmənçiliyi, torpaq iddiası və s. uzun illərdir barıt çəlləyini xatırladan bu iki ölkənin sərhədində bu həftə qığılcımlanmaların şahidi olduq.
Əvvəlcə qığılcıma səbəb olan hadisə haqqında. Aprelin 22-sində hərbi geyimdə olan silahlı terrorçuların Hindistan Kəşmirində məşhur turistik məkanı ziyarət edən bir qrup turistə atəş açması iki ölkə arasındakı münasibətləri istifazəyə keçirdi. Sərhədlər diplomatik əlaqələr kəsildi. O gündən bu yana sərhəddə xırda silahlı toqquşmalar da baş verir. Baş verən terror münasibətlərin gərginləşməsinə səbəb olaraq göstərilir. Həqiqətən belədir, yoxsa alova bir qığılcım mı lazım idi? Pərdə arxasını axtarmaq lazım deyil. Bu müstəqil elan olunan gündən Pakistan və Hindistan arasında hərbi toqquşmalar, gərginlik, müharibələr olub. Orada davam olunur. Sadəcə olaraq indi iki dövlətin raket, nüvə silahları mövcuddur və belə olan halda biraz ehtiyatlı davranmalıdırlar ki, nə özləri, nə dünyanı nüvə böhranına yoğurtmasınlar. Belə görünür ki, qərbdən şərqə doğru müxtəlif gərginliklər və eskalasiyalar inkişaf etməkdədir. Məsələn, Şərqi Avropadan tutdu, daha sonra yaxın şərqə cəryan elədi. İndi isə daha uzaq şərqə proyeksiya olunur və sanki İsrail və Hamas arasında baş verən müharibənin səbəbləri həm də Hindistan və Pakistan arasında olan müharibə ilə paralellik təşkil edir. Burada dinc sakinlərə olan hücum və onun üzərində qalxan gərginlik həm də müharibə və geniş miqyaslı müharibə ehtimallarını formalaşdırır. Amma burada vəziyyət fərqlidir, çünki iki nüvə dövləti burada üz-üzə gələ bilər və çox milyonlu əhali, eləcə də çox milyonlu ordu burada döyüş meydanında görüşə bilər. Bu çox gərgin və eləcə də böyük dağıntılara, fəlakətlərə, insan tələfatına gətirib çıxara bilən müharibə kimi görünür. Bir də münasibətlərin kəskinləşməsini maraqların toqquşmasına bağlayanlar da var. Xüsusilə Birləşmiş Ştatların Hindistana dəstəyi heç kəsə sir deyil. Bəs rəsmi Vaşinqton baş verə biləcək müharibədə maraqlı ola bilərmi? Rusiya-Ukrayna müharibəsini bitirməyə səy göstərən ölkə iki nüvə ölkəsinin toqquşmasına göz yumacaqmı? Regionun lideri Çinin buna münasibəti nə olacaq? Suallarımızı şərhçilərimiz cavablayacaq. Heç kəs göz yummayacaq və mən hər halda müşahidə edirəm ki, Çinin, ABŞ-ın müdaxiləsi nəticəsində Hindistan və Pakistan açıq müharibədən elə bil ki, uzaqlaşırlar. Bu belə olduğu halda Pakistan da udar, Hindistan da udar, dünya da udar. Əgər ABŞ Rus-Ukrayna müharibəsini həll edə bilmirsə, tərəfləri masa arxasına gətirə bilmirsə, liderlər görüşə bilmirlərsə ABŞ vasitəçiliyi ilə burada Hindistan və Pakistan kimi güclü dövlətləri ABŞ nə cür burada heç olmasa gərginliyin aradan qaldırılmasına səbəbkar olacaqdır. Ona görə də dünyanın və hazırki vəziyyətin hara gedib çıxacağı əlbəttə sual altındadır. Ona görə hesab edirəm ki, beynəlxalq münasibətlər sistemi transformasiya olunmalıdır. Yeni bir nizam formalaşmalıdır. Dünya 5-dən böyükdür ideyasını Rəcəb Tayyib Ərdoğan burada həm öz maraqlarından, həm də dünyanın maraqlarından çıxış edərək irəli sürmüşdür. Ona görə də dünyada 5 dövlət hakim, arbitr funksiyasını həyata keçirməməlidir. Ayrı-ayrı güc mərkəzləri müxtəlif coğrafiyalarda toqquşmaqdan çəkinməlidirlər. Həftənin əsas hadisələrinə xəbərin statusunda işıq tutmağa çalışdıq. Gələn həftə yenidən görüşənə qədər hələlik. Eşq olsun Azərbaycan xalqına, Qarabağ, Azərbaycan. İşıq tutmağa çalışdıq.